Azərbaycan adını ananda Rəsulzadəni göz önünə gətirməmək, mən özüm üçün deyirəm, mən elə gəlir ki, bir hardasa bir suç işləmiş kimi oluram yəni. Azərbaycan adında təkcə bir vətən sevgisi yoxdur, bir türklük sevgisi yoxdur təkcə, onlar da vardı. Eyni zamanda bir hürriyyət sevgisi var, bir insanlıq sevgisi var. Özə burada Rəsulzadənin təbirində deyəcək, türk ya qeyri-türk, müsəlman ya qeyri-müsəlman. Yəni, bütün insanlara sevgi vardı. Rəsulzadənin atası da sözün açığı, açıq görüşlü bir ruhani idi. Elə oğlunu Sultan Məcid Qanizadənin də rəhbəri etdiyi Rus Tatar məktəbində oxutması, eyni zamanda Bakı Texniki məktəbində də oxumuşdu. Yəni, eyni zamanda Rus dilini də öyrənildi. Yəni, bu da onu göstərir ki, Rəsulzadənin ailəsi dini elmlərlə yanaşı dünyəvi elmlərin öyrənilməsinin vacibliyini anlayan bir şəxsiyyətimiz idi. Təkcə Məhəmməd Əmin Rəsulzadə deyil ki, onun əmsi oğlu Məhəmməd Əli Rəsulzadə də irəli görüşlü bir insan idi. Onların ailəsində çox belə öz dövrünə görə, öz mühitinə görə hər şeyə ədalətli, indiki anlamla desək, biraz da demokratik baxışlı bir ailə idi. Bütün bunlar Rəsulzadənin gələcəkdə böyük bir mütəfəkkir, bir sosiolog, bir siyasi xadim kimi yetişməsində çox mühüm rol oynadı. O mühitdə məhz Ümmü Gülsümlərin, Ümmülbanuların yetişməsi də göstərirdi ki, yəni o mühitdə artıq o dönəmin biraz da o mühafizəkar və qatı mühafizəkarlıq mühitindən artıq kənara çıxmaq idi. Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, qadın, əslində qadın deyir, əgər ailədə qadın kölədirsə, qadın ancaq bir əl buyruqçusudursa, ancaq bir yemək pişirən kimi baxılırsa, o zaman o ailə olmaz. Rəsulzadə deyirdi ki, qadın əslində ailənin təməlidir. Qadın dünya görüşlü olmalıdır, savadlı olmalıdır. İki ilə bərabər hüququ olmalıdır. Ən çox da qadının dəyərini onda görürdü ki, uşaqları böyüdən daha çox qadındır. Əgər qadın kölədirsə, onun böyütdüyü oğlan olsun, qız olsun, kölə olacaqdır. Onun kiçik əsərlərindən biri belə idi. İki gənc var məsəl üçün. İndiki dövrümüzdə bəlkə biraz da aktualdır. Biri azad-sevər, hürriyyət-sevər, yenilikçi gəncdir. Biri isə mühafizəkar gəncdir. Yenilikçi gəncin obrazı mən Rəsulzadəni görürəm. Əslində mən hesab edirəm ki, Rəsulzadə o yenilikçi gənc obrazını öz timsalındadır. Məsələn, mühafizəkar gənc deyir ki, o olmaz, bu olmaz, vay din əldən getdi, vay körələrimiz əldən getdi. Yəni, olmaz yəni. Hər şey qədim formada, bu günə qədər nə olsa elə də qalmalıdır. Gənc də deyir ki, tamam, yəni biz də müəyyən şeylər istəyirik olsun, ancaq hər şeydə, yəni qərbdən gələn deyək ki, o müəyyən dəyərlər olsun, ümumiyyətlə, yeniləşmədən də yaşamaq mümkündür. Düz işdə önəmlərdə daha çox bizim qarşımızda sanki öz milliyyətini və dinini dərk edən bir Rəsulzadə var. Ancaq bu Rəsulzadə daha çox insani tərəfdən yanaşır. Yəni, sosial demokratizmin o zaman əsas prinsiplərindən biri, yəni dinindən, irqindən asılı olmayaraq bütün millətlərin, ancaq millətlərin deyərkən də onların əzilən tərəfini götürdü. Sadəcə, orada biraz həssas məsələ bu idi ki, Rəsulzadə də ilk dövrlərdə inanırdı ki, o marksizmdən gələn bir şey idi ki, dünya xalqları iki qismə bölünübdür. Yəni, bütün xalqlarda iki qism vardı. Əzənlər və əzilənlər, məzlumlar və zalimlar. Məhəmməd Əmin Rəsulzadə də ilk dönəmdə sözün açığı məhz mübarizənin proletarların, yəni fəhlə və kəndlinin ağalara qarşı olmasına və bunun da anlamında həm insanların azad olacağına, həm də öz toplumunun, yaşadığı, təmsil olunduğu toplumun da azad olunacağına inanmışdı. Zaman-zaman Rəsulzadə anladı ki, xüsusilə də 1917-ci ildən sonra Məhəmməd Əmin Rəsulzadə Leninin Çar Rusiyasının yıxılandan sonra verdiyi bütün xalqlar öz milli müqəddəratını təyin etməlidirlər. Düsturunu əməl etmədi. Azadlığımızı əlinizdən alan həqiqətdən qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla qara meydana çıxar. Onlar şəplərə kimidirlər, günəşdən qaçarlar. Rəsulzadənin ümumiyyətlə ailəsi bildiyimiz kimi Qazaxıstanda ümumiyyətlə yaşadı, Karakan da tərəfdə yaşadı.
uzun müddət onlar öz kimliklərini hətta yəni müəyyən mənada şey edirlər, yəni gizli saxlamaq məcburiyyətindədir. Çünki Rəsulzadə ailəsi demək, yəni Qazaxıstanın özündə olmasına baxmayaraq bir təhdid idi. Yəni hər an təhlükə ilə üz-üzə qala bilərlər. Mənim düşüncəmə görə o Azərbaycanın müstəqilliyi və Azərbaycan insanının qadını olsun, kişisi olsun fərq etməz. Onun üçün o ailəsini qurban verdi. Yəni bu bir gerçəklikdir. Bu başqa bir məsələdir. Yer gəlmişkən, Rəsulzadə əgər sözünü deyirəm, əgər bu addımı atmasaydı, Stalinlə razılaşsaydı, başqa yenə qurban olmayacaqdılarmı? Məncə, yəni bildiyimiz kimi Əhməd Cavadlar, yəni Hüseyn Cavidlərin də ailəsi və başqaları, Mikail Müşfiqlər və başqaları da qurban oldular. Rəsulzadənin elə ailəsini və vətənini qoyub qaçması məsələsini bəzən zaman-zaman bunu deyirlər. Rəsulzadə yəni ailəsini belə başsız buraxdı, yaxud da vətəni qoyub qaçdı. Əslində bu kökündən yanlış bir məsələdir. Çünki Məhəmməd Əmin Rəsulzadə birincisi 27 aprel işğalından sonra Lahıca getdi, İsmailiyə getdi və orada bir təsadüf nəticəsində Rus bolşevikləri tərəfindən həbs olundu və Bakıya gətirildi. Yəni bunu öz xatirələrində də yazır. Bu birinci şeydir. İkincisi isə o Bakıdan Moskvaya könüllü şəkildə getmədi. O zaman yeni qurulan Sovet Rusiyasında mühüm vəzifələrdən birini tutan Iosif Stalin və Koba ləqəbi ilə vaxtilə Rəsulzadə ilə bir yerdə Çar Rusiyasına qarşı bəzi məsələlərdə mübarizə aparmış Stalin bunu bildi və gəldi Bakıda Bayıl türməsində Rəsulzadə ilə görüşdü. Stalin orada açıq şəkildə Rəsulzadəyə deyir. Rəsulzadə bunun xatirələrində də yazır. Bir açıq şəkildə mənə dedi ki, Stalin gəldi görüşünə dedi ki, sən ya mənimlə Moskvaya gedəcəksən, ancaq sənin təhlükəsizliyini mən belə qoruya bilərəm. Bakıda qalacağın şəkildə Sovet Azərbaycanının başında dayananlar, bolşeviklər səni aradan götürəcəklər yəni. Rəsulzadəni Əlheydər Qarayevlər, Ruhullah Axundovlar, Qarabay İttihat Partiyasının lideri kimi açıq-açıq tənqid edirdi. Parlamentdə tənqid edirdi. Məsəl üçün İttihatçıların öz qəzetləri var idi, orada tənqid edirdilər. Rəsulzadə bütün tənqidlərə, istər qəzetlərdə ünvanlanan tənqidlərə, istərsə parlamentdə ona ünvanlamış, ona yaxud da ki, hökumətə, belə demək mümkündürsə, ünvanlanmış, yəni çox demokratik bir mühit idi. Yəni, hətta Rəsulzadə əsrimizin Siyavışı kitabında yazır ki və sonraki əsərində yazır ki, deyir, biz elə bir mühit yaratmışdıq ki, Avropanın bir çox ölkələrində belə bir demokratik mühit yox idi. Onlar bizə qibt edə bilərdilər. Bəzən yeri gəlmişkən, bəziləri Rəsulzadənin təbrincə desə, ya da belə ifadələrdən çox istifadə edir. Deyir, aşığın sözü qutaranda yarım-yarım çağırır. Bəziləri sözlər qutaranda deyir ki, niyə o vaxt Azərbaycan parlamentində erməni fraksiyası var idi. Çox yaxşı, demokratik bir mühit idi. Bakı şəhərində də ermənilər yaşayırdı, başqa yerlərdə də ermənilər yaşayırdı. Sovet ermənilərin yaşamasından getmir. Rəsulzadə əslində ermənilərin onsuz da arxadan iş çevirdiyi bilir. Ancaq onlara müəyyən mənada erməni fraksiyası, Gürcü fraksiyası, nə bilim, Rus fraksiyası, bunlara niyə şərəf yaradırdı parlamentdə? Yəni, gəlin sözünüz varsa, parlamentdə deyin. Açıq bir mübarizə, necə deyirlər, demokratik bir mühitdə mübarizə gedir. Rəsulzadənin xəyal elədiyi Azərbaycan, mən hər zaman düşünürəm ki, Rəsulzadə demokratik, azad və böyük bir Azərbaycan arzulamış. Arzulamışdı, yox, bunu qismən həyata keçirmişdi. Ancaq daha böyük bir Azərbaycanı da bizi kimi yeni nəsilə miras bıraxır. Rəsulzadəni anlatmaq Azərbaycanı anlatmaqdır. Rəsulzadəni ortaya qoymaq, özümü ortaya qoymaqdır. Sizləri ifadə etməkdir. Rəsulzadə bizə demokratik, azad, özünü dərk edən bir toplumu bizə miras qoyub gedib. Biz onu yarımçıq qoymayacağıq. Heç kimsə düşünməsin ki, yəni heç kəsin ağlının ucundan keçməsin ki, biz onun mirasını yarımçıq bıraxacağıq. Ta o zamana qədər ki, o zamana kimi Rəsulzadənin ideyaları inşallah, yəni hamısı gerçəkləşsin.